Bakıda tezliklə doğma yurduna köçürüləcək keçmiş məcburi köçkünlərin əl işlərindən ibarət Qarabağda Gələcək adlı sərgi və satış yarmarkası keçirilib. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirin əsas məqsədi keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların iqtisadi fəallığının dəstəklənməsi və istehsal etdikləri məhsulların satış imkanlarının genişləndirilməsidir. Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, qaçqınlar və məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Qeyd edilib ki, Prezident İlham Əliyev onların yaşayış şəraitinin yaxşılaşdırılması və sosial müdafiənin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan şəxslərin problemlərinə həssaslıqla yanaşır və təsirli dəstək göstərir. Sədr müavini həmçinin bildirib ki, geri qayıdan əhalinin məşğulluğuna dəstək məqsədi ilə Böyük Qayıdışa dair birinci dövlət proqramının icrası çərçivəsində 200-dən artıq keçmiş məcburi köçkün gəlir gətirən fəaliyyətə cəlb edilib. Bildiyimiz kimi Böyük Qayıdış ölkəmiz qarşısında 2030-cu ilədək duran sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərdən biri kimi müəyyənləşdirilmiş və məhz bunun əsnasında möhtərəm cənab prezidentimizin müvafiq sərəncamı ilə ilk dəfə olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci dövlət proqramı təsdiqlənmişdir. Və bugün fəxrlə deyə bilərik ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında Böyük Qayıdışa dair birinci dövlət proqramı böyük uğurla davam etməkdədir. Sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyaslı bərpa quruculuq işləri gedir. İnfrastruktur yaradılır, keçmiş məcburi köçkün sırdaşlarımızın öz qayıdışı üçün münbit şərait yaradır. Və qaçqınları və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi də dövlət proqramı və onun tədbirlər planından irəli gələn vəzifələrin icrası ilə bağlı 5 fəaliyyət istiqaməti üzrə əsas icraçı qurum kimi müəyyənləşdirilmişdir. Sərgi və satış yarmarkalarının işğaldan azad olunmuş ərazilərdə də təşkili planlaşdırılır. Bu məşğulluğa qoşuldum, çox da razıyam. Avadanlıqlarım da gəldi. İndi də Bakıya dəvət elədilər, elədiklərimiz ərzaqları təqdim eləmək üçün. Ora qayıdanda sex kimi, böyük bir obyekt kimi, hətta burada da düşünürəm ki, qayıdan dövrə qədər bu yaxın zamanlarda özüm üçün sex açım, ətrafıma şirniyyat, qənnatçı xanımları yığım. Belə deyim də, daha da təkminləşim ki, Cəbrailə qaydanda orada artıq tam təkminləşmiş formada özüm üçün şirniyyat sex aça bilim. İnşallah Qarabağımızın çiçəklənməsində mən də istəyirəm ki, mənim də böyük bir töhfəm olsun, balaca da olsa bir töhfəm olsun ki, ətrafıma hansı ki iş arzulayıb bu işə nail ola bilməyən xanımları yığım, əl birliyi ilə Qarabağımızı çiçəkləndirək. Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri ilə yanaşı mədəniyyət və incəsənət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən biznes mərkəzləri, təhsil və yaradıcılıq şirkətləri, tədbirə təşkilati dəstək verən şirkətlərin təmsilçiləri, ekspertlər və digər qonaqlar iştirak ediblər.